İndi isə real vəziyyətlə ədəbiyyat məlumatlarını müqayisə eləyək. Torpaq reaksiyalarında amafos və yaxud hər hansı bir fosfor gübrəsi, yəni fərq eləmir, hansı fosfat gübrəsi, fərq yoxdur, hər hansı bir fosfor gübrəsini torpağa tətbiqi zamanı baş verən reaksiyaları ehtiva eləyən məlumatlarda, ədəbiyyatlarda. Fosfor gübrəsi damlama və yaxud fiziki şəkildə lokal verilməsi zamanı, yəni torpağın müəyyən damarlarına tətbiqi zamanı yaranan vəziyyətdə ədəbiyyatlar hələ heç o mövzunu dəyərləndirməyib. Torpağa, taxıla, pambığa, nə bilim, hər hansı bir texniki bitkiyə traktorla səpilən fosforun məlumatlarıdır, onun reaksiyalarıdır sizin ədəbiyyatlarda yer alan. Yəni, lokal fosfor tətbiqi haqqında ədəbiyyatlar düzgün yox, ümumiyyətlə bir dəyərləndirməsi yoxdur. Rast gəlməmişəm mən də, Azərbaycan ədəbiyyatlarını mən də oxuyuram, orada da rast gəlinməyib. Əgər torpağa xüsusi nöqtələrə verilən fosfordan söhbət gedirsə, burada baş verən reaksiyalar ümumi torpaq reaksiyaları ilə izah oluna bilməz. Bunu belə bir şəkildə izah edirəm. Elə fərz eləyək ki, 5 kiloqram arpanı gətiririk, qoyuruq qoyun tövləsinin içinə səpirəm. Qoyunlardır, 10 dənə qoyundur, gətirdim 5 kilo arpanı səpdim, getdi. O qoyunlar o arpadan heç 1 kiloqramını belə mənimsəyə bilməyəcək. 4 kiloqramı axırın o ahıl deyirsiniz, nə deyirsiniz, qoyun tövləsinin relyefi tərəfindən tutulacaq, itib batacaq ayaq altında. Bir də var 5 kiloqram arpanı gətirib normal bir axura və yaxud bir qaba töküb qoyunların qabağına qoysan, son dənəsinə qədər qoyunlar o arpadan tam yararlanacaq. Qoyunların bir-birini burunlamasından ola bilsin ki, hər hansı bir itki yaranacaq, amma bu itki belə topa şəkildə yerə töküləcək, qabın qırağından yerə töküləcək. Bu da qabda yemək qutarandan sonra bir şəkildə onu da topa şəkildə töküldüyünə görə yeyəcəklər, onu da yeyəcəklər. Yəni, bu misalı ağac başına gübrə tətbiq etməklə müqayisə edirəm. Yəni, ağac başına gübrə tətbiq eləyəndə bu eyni bir müqayisədir. Yəni, bunu bu şəkildə izah edirəm. Yəni, ya əllə, ya damlama ilə, fərqi yoxdur, map olsun, o da fosfor gübrəsidir. Tətbiq olunan gübrələmə heyvanın qabağına səliqəli şəkildə arpa qoymağa bənzəyir və az itkiyə məruz qalacaq. Bu, ədəbiyyat məlumatlarında əks olunan materialları, yəni indiyə qədər oxuduğunuz ədəbiyyat məlumatlarında torpaq reaksiyaları, fosfor reaksiyaları və s. bunların hamısını bir kub desimetrinə görə yanaşsaq, ümumiyyətlə heç bir reaksiya baş verməyəcək. Heç bir itkidən də söhbət gedə bilməz. Çünki kiçik bir hissədə üstünlük verilən gübrənin özünə ehtiva edir. Yəni, torpaqda olan 1000 dənə hoqqa, nə bilim, karbonat və yaxud karbonat olmasın, pH olsun, o birisi olsun, bu birisi olsun, fərqi yoxdur. Bunların heç biri o kiçik lokal ərazidə üstünlük əldə edə bilmir. Çünki əgər 50 qram, 100 qram, 200 qram mənoramaxos gübrəsi və yaxud map gübrəsi damlama ilə verilibsə, o kiçik ərazi yoxdurmu? Həmin ərazidə üstünlük mapın tərəfindədir, pH mapın tərəfindədir. Nə bilim, hər şey o verilən gübrənin xüsusiyyətləri ilə hesablanır. Və bitkinin də kökləri həmin o damlamanın altındadır. O damlamanın altından qidalanır. Gedib kənardan qidalanmır, yəni qonşudan qidalanmır. Nəhayət, keçək əsas məsələyə. Bir neçə dəfə bu mövzunu işıqlandırsam da, yenə də heç bir argumentsiz, yanlış yönləndirilmə davam edir. Bitkinin ən çox fosfor ehtiyacı avqust-sentyabr ayıdır. Bitkinin ən çox yarpaqlama və hətta yarpaq da yox, budaqlar çıxardıb kollanmaya getdiyi dövr, onun daha çox fosfor ehtiyac duyduğu dövrdür. Yəni, bu günləri payızda ağacların nəinki yarpaq, budaqlanması, bu fosfor üçün bir haykırışdır da, bu çağrıdır da, başqa buna nə deyəcək bir izahat verir. Yazda sadəcə yarpaq açırsa, payızda yarpaqlarla yetinmir, hətta budaqlarını da çoxaltmağa çalışır. Ağac neynəsin, kimə şikayət eləsin. Daha dərdini açıq şəkildə izah edir də bu yetim. Meyvə tutumunda, yəni çiçək tutumunda fosforun əhəmiyyəti danılmazdır. Lubo ədəbiyyatı açırıq, bu sözü deyirik. Bunu inkar edə bilmərik ki, ən savadsızımız da bu məlumatla razılaşır. Elədirsə, ağac çiçək açdığı zaman, çiçəklərin mayalandığı zaman fosforu hansı orqanı ilə mənimsəyir? Bax, hansı orqanı ilə mənimsəyir? Deyək ki, mənimsədir, çiçək fotosintezi ilə mənimsəyir. Belə bir termin yoxdur.
Bunu da özümdən çıxardıram. Çünki çiçək tutumuna qədər, maylanana qədər ağacda çiçəkdən başqa heç bir orqan olmur. Hər nəsə mənimsədir. Deyək ki, bir çiçək fotosintezi elədi, mənimsədir. Bunun adını belə qoyaq. Belə bir elmdə bir şey yoxdur. Mən qoyuram adını. Bu mənimsədiyi fosfor bitkidə nə işə yarayır? Yəni bunu düşünən varmı? Fosfor fotosintezdən sonra bitki tərəfindən enerjiyə çevrilir. Yaxşı, deyək ki, tək çiçəklə fosforu mənimsədi. Harda bunu adenozin trifosfata çevirdi və yaxud difosfata çevirdi. Deyək ki, ağacın tərkibində qışdan qalma şəkər var idi. Onunla reaksiyaya girdi. Adenozin enerjisinə çevrilmələr baş verdi. Əlbəttə elə bir şey yoxdur. Çünki bu sözü gedən reaksiyalar şəkərin istehsal olduğu orqanda, yəni yarpaqda gedir. Çünki şəkər hərəkət qabiliyyətli maddə deyil. Şəkər istehsal oldu, orada da fosfor gəlib, onunla reaksiyaya girir və adenozin trifosfat, difosfat, zırt-pırt istehsal olur. O hərəkət qabiliyyətli fosfor sayılır. Hərəkət qabiliyyətli şəkər sayılır. Hərəkət qabiliyyətli enerji sayılır.